Hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Həmişə olduğu kimi yenə də çox gözəl bir mənzillə sizin qarşınızdayım. Yerləşir şəhərin düz mərkəzində, Qış Parkının yanında Targovya 5 dəqiqəlik piyada məsafədə Nizam metrosuna yaxın, 28-ə yaxın, yəni bildiyiniz hər yerə yaxın, şəhərin düz mərkəzində möhtəşəm təmirli və tam əşyalı bir mənzil sizə təqdim edirəm. Videonu sona qədər izləyin, mənzil haqqında da fikirlərinizi bizimlə bölüşün. Nəyi bəyənsiniz, bəyənməsəniz, onları da qeyd edərsiniz. Mənzil həqiqətən möhtəşəmdir, tam belə deyim, əşyalıdır, əlavə nəsə almağa ehtiyac yoxdur. Keçək, başlayaq mənzilin giriş hissəsindən, oradan bir-bir mən hər bir şeyi sizə göstərim. 4 otaqlı mənzildə çox geniş ölçüsü var. Yəqin ki, videodan da hiss edəcəksiniz bunu. Başlayırıq giriş hissədən. Giriş qapımızı görürsünüz, daxil olduqda bu hissədə üzbəüz gözəl dekorumuz var, dresuar, gözəl güzgü yerləşdirilib, mənzil dizayn əsasında təmir olunub, yəni hər bir şey ən xırda incəliyinə qədər düşünülüb. Döşəmə qranitli üstü döşəmə ilə təchiz olunub, işıqlandırma da lüstr, spot, gizli işıqlar, mənzil çox işıqlıdır, bura işıqlardan da istifadə olunub. Daxil olduqda sağ tərəfdə bu hissədə şkafımız yığılıb, içərisi də, dərinlik də kifayət qədərdir, tam axıra kimidir, yəni bütün paltar, ayaqqabı, istənilən əşyanı tam rahat yerləşdirə bilərsiniz. Otaqların yerləşməsini nəzərə çatdırın, burada yerləşir mənzilin çamaşırxanası. Bura uşaq otağıdır, oranı gördünüz, mənzilin qonaq otağı, burada mətbəximiz və bu hissədə deməli, əsas yataq otağı, ikinci yataq otağı, burada isə sanitar qovşaqlar yerləşir, ayrı-ayrıdır. Mənzilin sənədləri də qaydasındadır, çıxarış, yəni kupçada var. Və giriş hissəni göstərdik, bu hissəyə də baxın, yəni lüstr, spot, hər bir şey qaydasındadır. Buradan daxil oluruq mənzilin qonaq otağına. Çox geniş qonaq otağımız var. Təxmini 50 kvadrata yaxındır, yəni belə deyim, bir otaqlı ev boyda tək bu mənzilin qonaq otağıdır. Döşəmə parketdir. Dediyim kimi keyfiyyətli təmir olunub, təmirdən də sonra yaşayış olmayıb. Nə görsünüzsə hamısı qiymətə daxildir. Görürsünüz, bu hissədə divanımız yerləşdirilib, qarşısında gözəl jurnalli. TV stend bu hissədə yığılıb, sağ və sol, eyni zamanda aşağı hissədə şkafdır. Televizorda yerləşdirilib, hazırdır. Bu hissədə 2 kreslo və burada Venetsenka boyadan istifadə olunub, sağ və sol mebel daraqlar, arasında kantlardan istifadə olunub. Qonaq otağın bu hissəsində şkafımız var. Burada əlavə aksesuar, istənilən əşyanı yerləşdirə bilərsiniz. 8 nəfərlik böyük, gözəl masamız, böyük vitraj pəncərələr, şəhərdə gözəl panoramamız var, pərdələr, hər bir şey asılıb, tam olaraq hazır vəziyyətdədir. Yəni bu hissədən də görünüşümüz var. Tam olaraq göstərilək pəncərə və bu hissədə də yenə belə bir aksesuarlar qoymaq üçün yer nəzərə alınıb, şkaflar qoyulub. Bura bizim qonaq otağımızdır. Keçirik qonaq otağının düz yanında yerləşən mənzilin mətbəxinə. Buradan daxil oluruq. Deməli, ilk öncə onu deyim ki, girişdə olan üstü döşəmə burada da davam etdirilib. Yeni, gözəl mətbəx mebelimiz yığılıb, tam axıra kimidir, yuxarı hissələrdə eyni ilə şkafdır. Dediyim kimi, bütün məişət texnikası ilə tam olaraq təchiz olunub. Soyuducumuz, sobalar, qaz peçi, aspirator, qab yuyan, paltar yuyan, hər bir şey var. Üst hissəsi karyandır, nəzərinizə çatdırım. Burada mənzilin eyvanına da çıxış var. Bu hissəmizdə də yenə şkaf yığılıb. Yəni, mənzildə şkaf kifayət qədərdir, əşya yerləşdirmə ilə bağlı heç bir problem yoxdur. 4 nəfərlik masamız, televizor, kondisioner bütün otaqlarda var. Və keçək, mən sizə buradan göstərim. Mənzilin bayaq qeyd etdim, çamaşırxanası. Paltar yuyan, qurudan hamısı burada yerləşdirilib, şkaflarda yığılıb, tam olaraq hazır vəziyyətdədir. Buradan daxil oluruq mənzilin uşaq otağına. Uşaq otağı olmasın, baxaq, yəni kifayət qədər genişdir. 2 ədəd taxtımız yerləşdirilib, bu hissədə sağ və sol yazı masaları, hər bir şey yerləşdirilib. Dediyim kimi, hər şey nəzərə alınıb, yuxarı hissələrdə şkafdır. Bütün əşyaları yerləşdirmək üçün televizorumuz qoyulub, arxa hissələr, lepqa işləmələr, burada da əlavə olaraq şkaf yığılıb və nəzərə çatdırım ki, mənzildə divarlarda dekorativ boyadan istifadə olunub, yəni adi emulsiya və yaxud divar kağızı deyil. Tavan hissəni ümumi olaraq göstərək, gözəl lüstrumuz, gizli işıq, spotlar hamısı var. Keçirik buradan, mən sizə göstərirəm mənzilin əsas yataq otağını.
Otaqlar ümumilikdə kifayət qədər genişdir. Yəni mənzilin 195 kvadrat ölçüsü var. Yəni oradan təsəvvür edin otaqların genişliyini. Əsas yataq otağımızda bütün mebellər tam olaraq dediyim kimi təchiz olunub, gözəl taxtımız yerləşdirilib bu hissədə. Meykapımız gözəl pufik, böyük güzgüdən istifadə olunub. Aşağı hissələrdə şkafdır. Burada mən sizə taxtın arxasında gözəl şəkildə işlənilib dekor olaraq oranı da göstərək. Keçək mən buradan deməli bu hissədə şkafımız var. Bunların hamısını ona görə göstərim ki, yəni təsəvvür yaransın mənzil haqqında hər bir xırdalığa qədər. Bu yataq otağının daxilində yerləşir mənzilin belə deyim, sanitar qovşaqlarından biri. İçərisi də kifayət qədər genişdir. Duş kabinə kimi hər bir şey yığılıb. Divarçı unitazımız gözəl moydadır. Hamısı da dediyim keyfiyyətlidir, yəni ucuzlu bir şey yoxdur. Buradan gəlin mən sizə göstərim mənzilin ümumi sanitar qovşaqları. Tam olaraq hamısında dediyim kimi aksesuarlarla təchiz olunub. Gözəl, maraqlı teksturalı qranitlər seçilib və bunun yanında da yerləşir mənzilin kiçik sanitar qovşağı. Buranı da ümumi olaraq göstərək və keçək mənzilin 3-cü yataq otağına. Mən sizə göstərdim deməli bir ədəd uşaq otağı, əsas yataq otağı. Bura isə mənzilin növbəti yataq otağıdır. Yəni genişliyini, yəqin ki videodan da istəyirsiniz, kifayət qədər geniş ölçən maşlı otaqlar. Burada da ümumi olaraq göstərək gözəl meykapımız. Dizayna uyğun tablolar yerləşdirilib, taxtımız da var və eyni ilə bu hissədə də yenə şkaflar. Divarçı şkaf yığılıb, kondisioner, hər bir şey var. Yəni bu mənzildə yoxdur. Belə, mən demək olar mənzildə nə var, hər bir şeyi sizə göstərdim. Mənzilin məlumatları nəzərə çatdırım. Dediyim kimi yerləşir şəhərin mərkəzində, Qış Parkının yuxarı hissəsində, Nizami metrosuna yaxın, 28-ə yaxın, Targoviya 5-6 dəqiqəlik piyada məsafədə, yeni tikili binada, yeni tikili yaşayış kompleksində. Binanın da gözəl, geniş həyəti, uşaq meydançaları, yeraltı avtodayanacağı, yəni hər bir şey ideal səviyyədədir. Sənədlər qaydasındadır, çıxarış, yəni kupçada var. 4 otaqlı mənzildir, ölçüsü 195 kvadratdır, yerləşir 9-cu mərtəbədə. Mənzilin qiyməti ilə bağlı göstərilən nömrə ilə əlaqə saxlayın, bütün məlumatları sizə təqdim edəcəm.